Salam əziz və hörmətli izləyicilərim. Deməli, biz bugün Hüməzəh surəsinin sözbəsöz tərcüməsini sizə təqdim etmək istəyirik. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Veylun, vay olsun. Vay halına. Kimin? Likulli, bütün o kəslərin ki. Bütün o kəslərin ki, hər kəsin. Hüməzəti lüməzə. Hüməzə, yəni qeybət edən. Lüməzə, yəni tənə vuran. Qeybət edib, tənə vuran hər kəsin vay halına, vay olsun. Əlləzi, hansı ki, o kimsə ki, cəməə, cəm edir, yığıb, cəm edib, malən, malını, pulunu yığıb, neynir? Və əddədə, və onu əddədə saydı, dönə-dönə saydı, onu, yəni malı. Malını yığıb və onu dönə-dönə sayır. O kəsin halına vay olsun. Yəhsəbu, o kəs hesab edir ki, ənnə yəni ki, və yaxud həqiqətən, maləhu, onun malı, əxlədə, yəhsəbu ənnə maləhu, onun malı əxlədə, onu əbədi yaşadacaq. Yəni, onun öz əlində olan malı, onu özünü, sahibini, yəni, əxlədə, xuld sözündən də əbədi qalmaq deməkdir. Onun malı onu yaşadacaq əbədi. Malın varsa, yəni əbədi yaşayacam demək mənasında. Bu cür düşünür. Kəllə, xeyr, heç də belə deyil. Ləyumbəzənnə atılacaqdır. Atılacaqdır. Hara? Fil hutəməyə. O mütləq hutəməyə atılacaqdır. Və mə ədrakə, sən nə bilirsən ki, və ma, nə bil, ədra bilirsən kə, sən, və ma, sən nə bilirsən ki, madır nə, sən nə bilirsən ki, məl hutəmə, hutəmə nədir? Hutəmə nədir? İndi özü Allah cavab verir. Nərullahil muqadə. Allahın odudur. Hansı odu? Muqadə, yəni yanan odu, yandırıcı odudur. Hutəmə Allahın yandırıcı odudur. Əlləti, o od ki, təttali'u, çatar, yetişər, hara? Aləl əf'idə, ürəklərə çatar. Yəni, od o qədər dəhşətli olar ki, ürəkləri yandırar. Ürəklər insanların daxilinə sızar. İnnəhə, o od, innəhə aleyhim muqsadə. O, innəhə, yəni o od, aleyhim, onların üzərində, aleyhim, muqsadə. Muqsadə, yəni qapanacaqdır. Qapanacaqdır. Yəni, həmin od onları əhatə eləyəcək, bağlayacaq onları. Fi əmədim müməddədə. Onlar, həmin bu kimi şəxslər cəhənnəmdə nə edəcəklər? Hündür, müməddədə, yəni hündür. Hündür, əməd də sütunlar deməkdir. Sütunlara bağlanmış qalacaqlar. Yəni, onlar hündür sütunlara bağlanmış qalacaqlar, od da onları əhatə eləyəcək. Sadaqallahul aliyyul azim. Sağ olun.